Uşaq evlərində tərbiyə alan 10-11 yaşlı oğlan və qızlardan ibarət komandalar arasında növbəti Dostluq Kuboku mini futbol turniri təşkil olundu. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən yarışda Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən Bakı, Gəncə, Lənkəran və Şəki şəhərlərində yerləşən uşaq evlərinin komandaları iştirak etdilər. Yarışda komandalar Zəfər, Şahinlər, Birlik, Kəpəz, Xan və Qala adları altında güclərini sınadılar. Turnirin təşkilində əsas məqsəd sosial xidmət müəssisələrində böyüyən uşaqlar arasında sağlam həyat tərzini və fiziki fəallığı təşviq etməklə yanaşı, onların cəmiyyətdə inteqrasiyasına dəstək olmaq, eləcə də yeni dostluqların qurulmasına şərait yaratmaqdır. Tədbirdə iştirak edən Leyla Əliyeva komandaları dəstəkləyərək uşaqlarla səmimi söhbət etdi. İştirakçılara uğurlar arzulayaraq bu cür təşəbbüslərin mütəmadi keçirilməsinin əhəmiyyətini vurğuladı. Turnirin yekununda qalib komandalar diplom, medal və kubokla təltif olundular. İkinci və üçüncü yerləri qazanan komandalar da medal və diplomlarla mükafatlandırıldı. Tərbiyəçilər və təşkilatçılar belə təşəbbüslərin uşaqların həyatına müsbət təsir göstərdiyini, onların özünə inamının və sosial əlaqələrinin güclənməsinə töhfə verdiyini bildirdilər. Sonda Leyla Əliyeva uşaqlarla xatirə şəkilləri çəkdirdi. Qeyd edək ki, Dostluq Kuboku mini futbol turniri ötən ildən etibarən ənənəvi xarakter alıb. Bu il keçirilən yarışda həmin təşəbbüsün uğurlu davamıdır.